Sual nömrə 13. 1000 kub metr oduncaqdan Afrika ölkələrində 13 ton, inkişaf etmiş ölkələrdə isə 200 ton kağız və karton alınır. İnkişaf etmiş ölkələrdə məhsuldarlığın yüksək olmasının səbəbini müəyyən edin. Öncəliklə bu sualın cavabını tapmazdan öncə həm Afrika ölkələrində, yəni iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə, həm də inkişaf etmiş ölkələrdə, iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrdə biz ağac emalına aid video materiala baxaq. Ondan sonra burada verilmiş bəndləri təhlil edək. Hazırda biz inkişaf etmiş ölkələrdə, yəni iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrdə ağac emal prosesini izləyirik. Gördüyümüz kimi yüksək texnologiyadan istifadə edilir və burada ağacdan heç bir tullantı əldə edilmir. Yalnız belə deyək, kompleks şəkildə istifadə edilir bütün material. Tullantıdan belə müəyyən tikinti materialları və yaxud da mebel avadanlıqları istehsal olunur. Və burada yüksək texnoloji avadanlıqlardan istifadə edildiyini biz görürük. Və bu da məhsuldarlığın yüksək olmasına səbəb olur. İndi isə iqtisadi cəhətdən zəif olan hər hansısa bir Afrika ölkəsində ağac emalı prosesini izləyirik. Gördüyümüz kimi burada heç bir yüksək texnoloji avadanlıqdan istifadə edilmir. Əl əməyindən istifadə edilir. Və əlbəttə ki, burada gördüyümüz, baxın, bu kəpək, ağac kəpəyi, burada tullantı olacaq, yəni tullanacaq, atılacaq. Yalnız oduncaq hissəsindən, bərk hissələrdən istifadə ediləcək taxta olaraq. Ancaq iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu tullantı kimi gördüyümüz kəpəkdən belə müəyyən materiallar istehsal olunur. Və burada zəif, geri qalmış texnoloji avadanlıqlardan ən çox da əl əməyindən istifadə edildiyinin şahid oluruq. İndi isə verilmiş sualda geri dönək və verilmiş bəndləri təhlil edək. Bir, xam malın keyfiyyətinin fərqli olması. Bu doğru fikir deyil. Belə ki, məsələn, hər hansısa bir Afrika ölkəsi, Qabonu götürək. Qabon meşə materialların satışı ilə məşğuldur, xam mal kimi. Ən çox Avropa ölkələrinə satır. Hər hansısa bir Avropa ölkəsi Qabondan meşə materialları alsın, həm iqtisadi cəhətdən inkişaf etmiş ölkədə, həm də Qabonda eyni xam mal emal olunsun. Əlbəttə ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkədə kompleks istifadə, yüksək texnoloji avadanlıqlardan istifadə səbəbi ilə daha yüksək məhsuldarlıq əldə ediləcək. 2. Xam malın daşınmasının ucuz başa gəlməsi, hətta deyərdim əksinə, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyəti meşə materiallarını xam mal olaraq iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdən alır və onlar daha çox daşınma xərcləri çəkirlər. Xam maldan kompleks istifadə edilməsi, bəli, xam maldan kompleks istifadə edilməsi inkişaf etmiş ölkələrdə məhsuldarlığın yüksək olmasına səbəb olur. Qabaqcıl texnoloji avadanlıqların və texnikanın tətbiqi, bu da doğru fikirdir, gördük az öncə. İstehsalda ucuz enerji mənbələrindən istifadə edilməsi, xeyr, bu da yanlış cavabdır. Ucuz enerji mənbələrindən istifadə etmirlər. Hətta iqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələr enerji əldə etmək üçün xam malı belə iqtisadi cəhətdən geri qalmış, yəni xam mal ixrac edən ölkələrdən alırlar ki,
Həmən ölkələr, yəni inkişaf etmiş ölkələr enerjiyada daha çox xərc çəkmiş olurlar. 3 və 4 bəndləri doğru fikirlərdir başlığa uyğun olaraq. Doğru variant burada D bəndi olacaq.